Müslümün içində bir dərdi var idi ki, Hüseynə xəbər verim, gəlməsin Kufəyə. Eşitmişəm, uşaqların əlindən tutub gəlir, gəlməsin, günah məndə oldu. Mən dedim ki, Kufə hazırdır. Bilmirəm, nədirsə Kərbəla şəhidləri hamısı özlərini günahkar bilib dünyadan köçüblər. Müslüm deyim, mən necə eləyim, mən niyə belə elədim, mən necə çatdırım? Bir nəfər adam yoxdur, xəbərə alsın, çatdırsın. Kimin qulağına deyir, gedib İbn Ziyada deyirlər. Üzün dolandırdı Kərbəla yoluna. Müslüm binanın damından yer atırlar. Üzün dolandırdı, gördü, heç bir əlac yoxdur. Ancaq bunu deyə bildi. Əssalamu aleykə ya Əba Abdillah. Salam olsun sənə ya Əba Abdillah. Bu salamın cavabını bir söz nə zaman eşitdi Müslüm? İmam Hüseyn meydanda tək qalanda, baxdı sağa, baxdı sola, gördü da köməyi qalmayıb. Onda bir sünə dedi, ya Müslüm ibn Əqil, ya Hani ibn Ürvə, ey Müslüm, ey Əqil, ey Müslüm, ey Hani, qumu an nəvmətikum, qalxın yuxunuzdan. Müslüm, dur ayağa, sən imamı tək qoymazdın, görmürsən tək qalmışam. Bu Müslümün salamının cavabıydı. Əla lənətullah ələl qavmiz zalimin.